Prognoz TV kanalına hoş gelmişsiniz. Xeyir olsun. Sizlərə 7 mart 2026-cı ilin bürclərini təqdim edirik. Qoç təcrübə, sağlam düşüncə və praktiklik sayəsində bir çox vacib problemləri həll edə biləcəksiniz. Ünsiyyət üçün yaxşı vaxtdır. Qoçların əksəriyyəti fəsahətli və inandırıcı olacaq, buna görə də hər şeydə özləri üçün nəzərə çarpacaq fayda ilə razılaşa biləcəklər. Yeni şeylər öyrənmək üçün əlverişli zamandır. Qazandığınız biliklər yaddaşınızda uzun müddət qalacaq və əldə etdiyiniz bacarıqlar tezliklə sizin üçün faydalı olacaq. Axşam saatlarında yaxınlarınızın problemlərinin həllinə vaxt ayırmalı olacaqsınız. Ancaq bu sizi yormayacaq və münasibətlərinizə ən faydalı təsir göstərəcək. Buğa insanları asanlıqla qazana biləcəksiniz. Bəzi buğalar nüfuzlu himayədarlar əldə edə biləcəklər. Əvvəllər münaqişə yaşadığınız insanlarla münasibətlərinizi yaxşılaşdıra biləcəksiniz. Çoxdankı rəqiblər yanınıza gələcək. Gəlirdə qısa, lakin nəzərə çarpacaq artım ehtimalı var, işgüzar münasibətlərin romantik münasibətlərə çevrilməsi mümkündür. Günün ikinci yarısında liderlik keyfiyyətlərinizi nümayiş etdirmək imkanınız olacaq. Qarşınızda gözlənilməz perspektivlər açılacaq ki, bu da əhəmiyyətli uğurlara səbəb olacaq. Əkizlər çətinliksiz olmasa da əlverişli gündür. Rəhbərlikdən anlayış və dəstək ala biləcəksiniz. Bir çox əkizlər xüsusilə nikbin olacaqlar, buna görə də heç bir şərait onlar üçün maneə olmayacaq. Bir çox mühüm problemləri həll etmək mümkün olacaq. Bu zaman bağlanan sövdələşmələr böyük gəlir gətirəcək. Başqaları ilə fikir ayrılığına görə kiçik mübahisələr mümkündür. Lakin bu, ciddi münaqişələrə səbəb olmayacaq. Cazibədarlığınız heç bir səy göstərmədən kobud kənarları hamarlaşdırmağa kömək edəcək. Xərçəng gün yaxşı başlayacaq. Səhər emosional yüksəliş hiss edəcəksiniz, ona görə də gecikmədən planlaşdırdığınız işləri görməyə başlamalısınız. Bir çox xərçənglər təcrübəli həmkarlarının və tanışlarının məsləhətlərinə qulaq assalar yaxşı olardı. İşləri qaydaya salmaq, ofisi təşkil etmək və şirkətin daxili problemlərini həll etmək üçün əlverişli gündür. Bir az sonra iş tapşırıqlarına diqqəti cəmləmək çətinləşəcək. Xırda şeylərə diqqətinizi yayındırmağa və vacib detalları gözdən qaçırmağa meyilli olacaqsınız. Bu müddət ərzində zəhlətökən səhvlərə yol verməmək üçün vacib bir şey etməməlisiniz. Şir uğurlu və hadisələrlə dolu gündür. Bütün planlaşdırılan işlərin öhdəsindən gələ biləcəksiniz. Uğurlar özlərini kifayət qədər sınayan şirlərin tərəfində olacaq. Emosional təkan və müsbət münasibət gözlədiyinizdən də çoxunu etməyə imkan verəcək. Kütlənin arasına çıxmağa ehtiyac var və bu sizə çox sevinc gətirəcək. Maraqlı insanlarla faydalı əlaqələr qura biləcəksiniz. Yaxşı olar ki, bəzi mühüm məsələlərin müzakirəsi qeyri-rəsmi şəraitə keçsin ki, qarşılıqlı anlaşma daha tez əldə olunsun. Çox güman ki, çoxdan gözlənilən xəbərləri alacaqsınız. Qız qeyri-müəyyən bir gündür. Dürüstlüyünüz və sadəliyiniz sizə müxtəlif insanlarla tez bir zamanda qarşılıqlı anlaşma əldə etməyə imkan verəcək. Ciddi məsələlərin müzakirəsi üçün əlverişli zamandır, qeyri-müəyyənliyə və anlaşılmazlığa yol verməyəcək, bütün detalları aydınlaşdırıb kompromis həll yolları tapacaqsınız. Bir çox qız bürcü gələcək uğurları üçün möhkəm zəmin yarada biləcəklər. Axşama doğru yorğunluq və əsəbilik yığılacaq. Soyuqqanlılığı qorumaq və planlarınıza əməl etmək çətinləşəcək. Heç bir vacib məsələni bu vaxta qədər təxirə salmayın. Axşamı tək, sakit bir mühitdə keçirmək daha yaxşıdır. Tərəzi çətin gündür. Heç bir vacib işə başlamamalısınız, vəziyyətlər nadir hallarda sizin xeyrinizə işləyəcək. Çətin ki, itkilərdən və bəlalardan qaça bilməyəcəksiniz, amma ən azı onları minimuma endirə biləcəksiniz. Bir çox tərəzilər emosiyaların öhdəsindən gəlməkdə çətinlik çəkəcəklər, lakin başqaları ilə ciddi münaqişələrdən qaçmaq üçün özlərini ələ almağa çalışmalıdırlar. Yeni başlanğıclar üçün yaxşı vaxt deyil. Heç bir vacib qərar qəbul etməməlisiniz. Əsas işlərin əksəriyyətini daha sonraki tarixə təxirə salmaq daha yaxşıdır. Dostların və ya sevilən birinin dəstəyi çətin gündən sonra sağalmağınıza kömək edəcək. Əqrəb olduqca mübahisəli gündür.
Səhər saatlarında adətən yaxşı yola getdiyiniz insanlarla belə qarşılıqlı anlaşmaya nail olmaqda çətinlik çəkəcəksiniz. Bəzi köhnə münasibətlər pozulmalı olacaq, amma bu yaxşılığa doğru olacaq. İşlərinizdə başqalarının köməyinə ümid etməməlisiniz. Yalnız tək başınıza öhdəsindən gələ biləcəyiniz tapşırıqları götürün. Axşama doğru bir çox əqrəblər emosional yüksəliş hiss edəcəklər. Siz biznesdə ciddi irəliləyiş gözləyə bilməzsiniz, lakin bəzi insanlarla barışa və dincliyinizi bərpa edə biləcəksiniz. Oxatan səhər çətin başlayacaq, amma sonra hər şey yaxşılaşacaq. Əvvəlcə öz emosiyalarınızın öhdəsindən gəlməkdə çətinlik çəkəcəksiniz. Məişət problemləri sizə özlərini xatırladacaq və planlaşdırdığınız işlərə biraz ara verməyə məcbur edəcək. Mümkünsə günün ilk yarısında ünsiyyəti məhdudlaşdırın. Bir çox oxatan başqaları ilə fikir ayrılıqlarından qaça bilməyəcək, lakin ciddi münaqişələr gözlənilmir. Günün ikinci yarısı yaxşı keçəcək. Cazibədarlığınız artacaq və bu, digər insanlardan dəstək almağınıza kömək edəcək. Onlar sizi yerləşdirməkdən, dəyərli məsləhətlər verməkdən və hətta iş yükünüzün bir hissəsini öz üzərlərinə götürməkdən məmnun olacaqlar. Oğlaq qeyri-müəyyən bir gündür. Səhər düşüncələrinizi toplamaq və məhsuldar işə hazırlaşmaq çətin olacaq. Bir çox oğlaqlar özlərinə fasilə vermək, dincəlmək və dincəlmək istəyəcəklər. Mümkünsə məsuliyyətlərinizə laqeyd yanaşmayın, baxmayaraq ki, əlavə iş yükü də götürməməlisiniz. Bəzi planlar gec bir tarixə qədər təxirə salınmalıdır. Lakin müsbət tendensiyaların təsiri tezliklə üstünlük təşkil edəcək. Müsbət ruhda olacaqsınız, yeni imkanlar görəcək və onlardan yararlanacaqsınız. Heç bir ciddi uğur qazana bilməyəcəksiniz, lakin cari işlərin öhdəsindən yaxşı gələcəksiniz. Dolça vaxtınızı boşa keçirməyin. Rəhbərlik tərəfindən hərarətlə qarşılanacaq dəyərli ideyalar təklif edə biləcəksiniz. Sizə tanış olmayan sualları başa düşmək asan olacaq. Təkmil təhsili ilə məşğul olan dolçalar üçün əlverişli gündür. İşgüzar səfərlərə başlamaq üçün yaxşı vaxtdır, yol asan olacaq və qarşıya qoyulan bütün məqsədlər heç bir xüsusi problem olmadan əldə ediləcək. Axşam irəlilədikcə impulsivliyiniz artacaq. Buna görə də axmaq şeylər etməmək və sizin üçün vacib olan insanlarla münasibətlərinizi pozmamaq üçün hər addımı və hər bir ifadəni diqqətlə nəzərdən keçirməlisiniz. Balıq asan gün deyil. Baxmayaraq ki, səhər orijinal ideyalar irəli sürmək, müzakirə etmək və gələcək üçün planlar qurmaq üçün əladır. Bir çox balıqlar tezliklə işlərində onlara faydalı olacaq bir şey öyrənə biləcəklər. Rəqibləriniz üzərində sizə yaxşı üstünlük verəcək bir şey öyrənə biləcəksiniz. Faydalı insanlarla münasibət qurmaq imkanı yaranacaq. Günortadan sonra həddən artıq şübhəli və həssas olacaqsınız. Bu, başqa insanlarla birlikdə işləməyinizə mane olacaq. Buna görə də emosiyaların öhdəsindən gəlməyə çalışmaq və heç bir xırda şeyi şəxsən qəbul etməmək vacibdir.